Salam, hər vaxtınız xeyir. Mən SLM Akademiyasının tarix müəllimi Zeynal Rəcəb. Bugün sizlərlə Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş hökumət kabinetləri, Milli Şura və Parlament haqqında danışacağıq. Bildiyimiz kimi 1918-ci il 28 maydan 1920-ci il 27 aprel işğalına qədər göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti 5 hökumət kabineti olmuşdur. 5 hökumət kabineti olmuşdur. Bunlardan birinci, ikinci, bir dəqiqə. İkinci, üçüncü, dördüncü və beşinci hökumət kabineti olmaqla fəaliyyət göstərmiş. Birinci və ikinci hökumət kabinetinə Fətəli xan Xoyski, üçüncü, dördüncü və beşinci kabinetlərə Nəsib bəy Yusifbəyli başçılıq eləmişdi. Birinci və ikinci hökumət kabinetlərinin yaranma və fəaliyyət dövrü 9 və 11-ci sinif kitablarında mövcuddur. Birinci hökumət kabineti 28 maydan 17 iyuna, ikinci hökumət kabineti 17 iyundan 7 dekabr parlamentin fəaliyyətinə qədər mövcud olmuş. Üçüncü hökumət kabineti isə sadəcə və sadəcə kitaba əsasən bir tək yaranma vaxtı 26 dekabr 1918. Lakin nə vaxt süqut elədiyi, nə vaxt fəaliyyətin dayandırdığı haqqında məlumat yoxdur. Dördüncü hökumət kabineti haqqında ümumiyyətlə nə yaranma, nə də ki, fəaliyyətini dayandırma haqqında məlumat yoxdur. Beşinci hökumət kabineti isə sadəcə və sadəcə fəaliyyətini dayandırma, yəni 30.03 1920-ci ildə buraxılıb. Bundan başqa kitabında heç bir məlumat yoxdur. Sadəcə və sadəcə Nəsib bəy Yusifbəyli rəhbərlik etdiyi mövcuddur. Lakin 4-cü və 5-ci hökumət kabinetlərinin hər ikisinin 19-cu ildə fəaliyyətə başlaması mümkündür. Bizə əsasən dərsliklərdə 4-cü hökumət kabineti haqqında, 5-ci hökumət kabinetinin tədbirləri haqqında və 3-cü hökumət kabinetinin tədbirləri haqqında heç bir şey verilmir. Yəni, onlar nə tədbir görüb verilmir. Bizə tam olaraq 1-ci və 2-ci hökumət kabinetləri, Milli Şura və Parlament haqqında məlumatlar verilir. Yəni, testlər zamanı bizim əsas diqqət edəcəyimiz nüanslar 1, 2-ci hökumət kabinetləri, Milli Şura və Parlament. Bunun da əsas səbəbi 3-cü, 4-cü və 5-ci hökumət kabinetləri haqqında məlumat verməməyin əsas səbəbi həmin dövrdə parlamentin fəaliyyət göstərməsidir. Buna bu bucaq altında baxaq. Deyək, ölkədə hakimiyyət dedi 3 qola bölünür. Qanunverici və icraedici hakimiyyət. Qanunverici hakimiyyət mövcuddursa, hökumətin hər hansı bir formada tədbir görməyi, yəni qanun layihəsi irəli sürməyi vacib deyil. İcraedici hakimiyyəti isə mütləq yerinə yetirməlidir. Onun üçün də 3-cü, 4-cü və 5-ci hökumət kabinetləri haqqında heç bir məlumat yoxdur. Sadəcə və sadəcə 3-cü hökumət kabineti haqqında bu məlumat var ki, 28 dekabr 1918-ci ildə
Paris Sülh Konfransına gedəcək heyəti o müəyyən edən, təsdiq edir. Yəni, çünki hökumət nümayəndələri həmin iclasa, həmin konfransa gedəcək və bunu mütləq və mütləq qəbul edəcək orqan əlbəttə ki, hökumət idi. Dördüncü və beşinci hökumət kabinetləri haqqında ona görə məlumat yoxdur ki, həmin dövrdə bütün qanunverici hakimiyyəti, həmin dövrdə bütün qanunverici hakimiyyəti parlament yerinə yetirib və verilən qərarlar parlament tərəfindən verilir. Lakin 1919-1920-ci illərdə yaradılmış Qarabağ qubernatorluğu, Naxçıvan general qubernatorluğu, e, Gürcüstanla hərbi pakt, əks inqilabla mübarizə, ölkənin de yure tərəfindən Qacarlar dövlət tərəfindən tanınması, de facto tərəfindən konfransda tanınması, hər biri bu dövrə düşür. Lakin bu həyata keçirilən tədbirlər və islahatlar heç biri hansı hökumətə aid olduğu tam dəqiq deyil. Onun üçün də biz əsas diqqəti imtahan zamanı da və dərsi oxuyarkən də birinci, ikinci və üçüncü hökumət kabinetlərinə verməliyik. Bunun da əsas səbəbi indi ondan ibarətdir ki, bunlar müəyyən vaxtda, hansı vaxtda fəaliyyət göstərdilər mövcud. Gəlin hökumət kabinetlərinin gördüyü tədbirlərə və həmin dövrdə Milli Şura və parlamentin fəaliyyətinə baxaq. Dedik ki, qanunverici hakimiyyət bir müddət Milli Şuranın əlində olur. Yəni, Milli Şura fəaliyyət göstərirsə, qanunları da o verir. Milli Şuranın dövründə iki mühüm hadisə var. İki mühüm hadisə. Bunlardan ilki 29 may tarixində İrəvanın ermənilərə güzəşə gedilməsi. 29 mayda İrəvanın ermənilərə güzəşə gedilməsi. İkinci mühüm qərarı isə 20 noyabrda parlamentin yaradılması haqqında qərarın verilməsi. Yəni, imtahan zamanı müdavimləri ən çox çaşdıran nüanslardan biri Milli Şura hansı qərarları verməsidir. Yəni, Milli Şuraya iki qərar aiddir. 29 may İrəvanın verilməsi və 20 noyabr parlamentin. Dediyimiz kimi, Milli Şura iki dəfə fəaliyyət göstərmişdi. Onlardan birinci dövrdə bu qərarı, noyabrda bərpa olunduqdan sonra isə, yəni ikinci dövrdə bu qərarı verir. Milli Şuranın başqa hər hansı qərar verməsi 9 və 11-ci sinif dərsliklərində mövcud deyil. Yəni, 27 may, 17 iyunda, yəni 20 günlük fəaliyyəti dövründə sadəcə bir qərar, daha sonra noyabrında bərpa olunub 1918-ci il 7 dekabrında parlamentin fəaliyyətə başlamasına yenidən qanunverici funksiyasını itirdiyi dövrə qədər bir qərar verib. Başqa heç bir qərarı mövcud deyil. İndi 17 iyun, bəs belə bir sual ortaya çıxır ki, 17 iyunda öz fəaliyyətini dayandırıbsa və noyabrda fəaliyyətinə başlayıbsa, bu dövrdə qanunverici funksiyanı kim yerinə yetirir? Bu dövrdə qanunverici və icraedici hakimiyyəti ikinci hökumət kabineti yerinə yetirib. Yəni 17 iyun, 16 noyabr. Bu dövrdə həm qanunverici, həm də icraedici hakimiyyəti ikinci hökumət kabineti yerinə yetirib. Onun üçün də Azərbaycan Xalq Cümhuriyyəti ilk dönəmlərdə öz dövlət strukturunu və tüm qərarları demək olar ki, ikinci hökumət kabineti ilə verir. Yəni, bizi imtahan
zamanı çatışdıracaq əsas nüans bizim bütün islahatları 5 hökumət kabinetimizə yaymağımızdır. Əslində bu yanlışdır. Demək olar ki, dövləti maraqlandıran bütün məsələlər ikinci hökumət kabineti və parlament tərəfindən həyata keçirilir. İndi biz ikinci hökumət kabinetinin həyata keçirdiyi qərarlara baxsaq, ikinci hökumət kabinetinin həyata keçirdiyi qərarlara baxsaq, biz görərik ki, 27 iyunda, yəni ilk qərarlarından biri hesab olunur. 27 iyunda Azərbaycan dili dövlət dili elan olundu. Ondan bir gün əvvəl bizim hal-hazırda 26 iyun Silahlı Qüvvələr Günü kimi qeyd etdiyimiz tarixdə Müsəlman Korpusu Azərbaycan Korpusu adı altında, əlaqədə korpus adı altında milliləşdirildi. Bunun da əsas səbəbi həmin dövrdə Mudros barışığı əsasında Azərbaycana gəlmiş qoşun hissələrinin tam şəkildə təşkil olunması ilə bağlı idi. Və yenidən iyun ayında ilk qərarlardan hesab olunur. İlk dövlət bayrağının yaradılması məhz ikinci hökumət kabinetinə aiddir. Qanunverici hakimiyyət funksiyasının rolu oynadığına görə həm qərarları müzakirə edir, həm də ən sonunda qərarları qəbul edir. Bu nəticəsində heç bir kəsdən asılılığı yoxdur. Öz qarşısında məsuliyyət daşıyır. Bəzən dərsliklərdə olmasa da belə məlumat var ki, himn anlayışı əlbəttə ki, dövlətin rəmzlərindən biridir. Amma Xalq Cümhuriyyəti dövründə himn və gerb olmayıb. İmtahan suallarında himnin olmağı haqqında və ya gerbin təsdiq olunması haqqında verilən şeylər yəni heç bir kəsi çaşdırmır. Çünki elə bir şey Xalq Cümhuriyyəti dövründə mövcud olmayıb. Daha sonra biz bilirik ki, ikinci hökumət kabineti 17 iyunda öz hakimiyyəti ələ aldıqda, Bakı işğal altında olduğu üçün ölkədəki hər bir sistemi o Bakının işğaldan azad edilməsinə sərf edəcəkdir. Və buna görə də hərbi vəziyyət və mükəlləfiyyət, mükəlləfiyyət tətbiq etdi. Mükəlləfiyyət tətbiq etdi. Lakin birinci hökumət kabineti dövründə fəaliyyət göstərmiş hərbi nazirliyi ikinci hökumət kabinetində mövcud deyildi. Bunun əsas səbəbi də Nuru Paşanın ordu komandanı kimi Azərbaycan qoşununa rəhbərlik etməsi idi. Lakin Mudros barışığından sonra Türk qoşunları Azərbaycandan çıxdığı üçün noyabrın 1-də hərbi nazirlik bərpa edildi. Baxın, yaradıldı deyil, bərpa edildi. Yəni, yaradıldı ifadəsi də doğrudur, amma ilk dəfə yaradılması deyil. Çünki birinci hökumət kabineti dövründə hərbi nazirlik fəaliyyət göstərir. Hərbi nazirliyə hökumət başçısı Fətəxan Xoyski, köməkçisi isə Səməd bəy Mehmandarov idi. Daha sonradan dekabr ayında hərbi nazir vəzifəsinə Səməd bəy, onun köməkçisi isə Əliağa Şıxlinski rəhbərlik etməyə başladı. Biz hadisələri bu formada davam etdirməkdən başqa sosial-iqtisadi sahəsində davam etdirə bilərik. Çünki bir hökumətin təkcə siyasi və mədəni sahədəki islahatlarla bərabər sosial və iqtisadi sahədə islahatları var idi. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında bir sıra məsələlər dayanır. Onlardan da biri xalqın vəziyyətinə. Buna görə sosial və iqtisadi sahədə də islahatlar həyata keçirdi. Bunlardan ilki KQS-nin, yəni Xalq Komissarlar Sovetinin aprel-iyul aylarında həyata keçirdiyi milliləşdirmələri ləğv etmək. Bu, Bakı işğaldan azad olunandan sonra 18-in oktyabrında həyata keçirildi. Mədəni sahədə isə həyata keçirdiyi tədbir Azərbaycan dili ilə başqa dövlət müəssisələrinin
dövlət müəssisələrinin milliləşdirilməsi, milliləşdirilməsi və Azərbaycan dilinin məcburi dil, məktəblərdə məcburi dil olmasının təsdiq edilməsi. Bu tədbirlərdən başqa ikinci hökumət kabinetinin sosial sferadakı sonra mədəni sferadakı sonrakı tədbiri Gəncə 1918-ci il Gəncənin və Cəbrayılın tarixi adlarının bərpa olunması idi. Bərpa olunması idi. İkinci hökumət kabinetinə aid olan digər iqtisadi islahat iyun ayında ölkəyə lazım olan ərzaq məhsullarının ixrac, yəni ölkədən xaricə çıxarılmasına qadağa qoyulması idi. İkinci hökumət kabinetinin gördüyü bütün islahatlar bunlar idi. Bunlardan başqa biz həmin dövrdə hökumət kabinetinə aid edə biləcəyimiz başqa islahat yoxdur. İqtisadi sahədə gördüyü islahat, ixracın qadağan olunması, mədəni sahədə gördüyü islahat, Azərbaycan dilinin dövlət dili olması, məktəblərin milliləşdirilməsi və Azərbaycan dilinin məktəblərdə məcburi dil kimi qəbul olunması idi. Mədəni sahədə islahatlarına isə 1918-ci ildə Yezatpolun və Qaryagin adlarının Gəncə və Cəbrayıl ünvanına dəyişdirilməsi idi. Siyasi və dövlət quruculuğu sahəsində gördüyü islahatlara biz hərbi və hərbi vəziyyət, mükəlləfiyyət, hərbi nazirliyin yaradılması, Azərbaycan korpusunun yaradılması kimi məsələlərə aid edə bilər. Bayaq dedim, parlamentin yaradılması haqqında qanun 16 noyabr sonraya düşdüyü üçün, yəni 20 noyabra düşdüyü üçün aid olunur Milli Şuraya. Yəni, ikinci hökumət kabinetinin gördüyü tədbir kimi qəbul olunmur. Çünki ikinci hökumət kabineti həmin dövrdə qanunverici funksiyası yox idi. Yəni, qərarı verə bilməzdi. Yəni, icra edə bilərdi, lakin verə bilməzdi. Ona görə həmin dövrdə qərarı Milli Şura verir. Milli Şurada öz fəaliyyətini 7 dekabrda ikinci hökumət kabineti ilə bərabər bitirməli olur. İkinci hökumət kabineti ilə bitirməli olur. Bundan sonra bütün qərarlar parlament tərəfindən verilir. Yəni artıq 7 dekabrdan 27 aprelə kimi, yəni 1920-ci ilə kimi nə qərar verilibsə, hər birini parlament verib. Yəni, biz nə üçüncü, nə dördüncü, nə də beşinci hökumət kabinetləri bu tədbirləri görüb, bu islahatları keçirdib, bu qərarları verib deyə bilmədik. Lakin parlamentə xas olmayan bütün qərarları, yəni qanun, islahat, layihələrdən başqa bütün hadisələr bu hökumət kabinetlərinə aid ola bilər. Misal üçün, bayaq dediyim kimi, Qarabağ General Qubernatorluğu, Naxçıvan General Qubernatorluğunun yaradılması parlamentin səlahiyyətində olan bir şey deyil. Bunu hökumət kabineti həyata keçirir və hökumət kabinetinin qərarı ilə yaradılır. Ölkənin xaricə nümayəndə heyətinin göndərilməsinin parlament deyil, üçüncü hökumət kabineti həyata keçirilib. Gürcüstanla hərbi paktın imzalanmasının hökumət kabineti həyata keçirib. İnqilabla Mübarizə Təşkilatının yaradılması, bunu hökumət kabineti həyata keçirib. Əlifba İslahat Komissiyasının yaradılmasını hökumət kabineti həyata keçirib. Baxın, Əlifba İslahat Komissiyası əgər hər hansı bir qanun layihəsi hazırlayıb qərar qəbul etmək istəsəydi, bunu parlamentə verməli idi. Parlament o qanunu qəbul etməli idi.
Onun üçün bu dövrdəki digər bütün qanunlar parlamentə xasdır. Misal üçün, parlamentə xas olan qanunlara iki böyük qanun, iki böyük qanun. Bunlardan ilki 19-un iyulunda, yəni 1919-cu ilin iyulunda Müəssisələr Məclisinə seçkilərin keçirilməsi haqqında qanun layihəsi, avqust ayında isə vətəndaşlıq haqqında qanun idi. Ardıca sentyabr ayında iki qanun, baxın, hər biri Dövlət Bankı və Bakı Dövlət Universitetinin yaradılması idi. Bakı Dövlət Universitetinin yaranması ilə verilən qanunda həmçinin 100 Azərbaycan gəncinin xarica göndərilməsi də eyni vaxtda verilir. Bundan başqa, bunlardan başqa 1919-cu ildə, bunların hər biri 19-cu ilə xasdır, Aqrar İslahat Komissiyası yaradılmış və qanun layihəsi irəli sürülmüşdür. Qanun layihəsi irəli sürülmüşdür. Lakin işğal, yəni aprel işğalı bu islahatların həyata keçirilməsinə icazə verməmişdir. Əgər qısa formada baxsaq, biz görərik ki, əslində qanun və qərarlar heç o qədər də geniş anlayış deyil. Sadəcə bunları biz 5-7 hissəyə bölmək əvəzinə 3 hissəyə bölərək qruplaşdırsaq, yəni heç bir çətinliyi olmur. Yəni, hər hansı bu mövzunu oxurkən qanun və icra hakimiyyətin iki hissəyə böldük. Milli Şura, hökumət, ikinci hökumət və parlament, qanunverici. Milli Şura, ikinci hökumət və parlament. Bütün qərarları bunlar verib. Yerdə qalan digər məsələlər, misal üçün, dövlət xarici hər hansı bir dövlətlə müqavilə imzalayır. Bu hökumətə və ya parlamentə xas olan bir şey deyil. Onu misal üçün Xarici İşlər Nazirliyi edir. Bu da əlbəttə ki, Nazirlər Şurasına, yəni hökumətə xas olan bir şeydir. Amma birbaşa bu hökumət kabineti yerinə yetirib deməyin gərək deyil və dərslikdə də ona gərək bilinmir. Yəni, misal üçün, deyilir ki, 1919-cu ilin yanvar ayında Azərbaycan hökuməti Qarabağ General Qubernatorunun yaradılması haqqında qərar qəbul etdi və ya fevralında Naxçıvan General Qubernatorunun yaradılması haqqında qərar qəbul etdi. Bunların hər biri bizə onu göstərir ki, bu cür tədbirlər qanunverici funksiyaya gərək deyil və onun üçün də bütün həmin hadisələri icra hakimiyyəti, icra orqanı yerinə yetirir. Biz bunu qəlizləşdirmədən müasir dövrlə müqayisə edək. Yəni, biz bugünün tarixi ilə həmin dövrün tarixi arasında hakimiyyət kimi qanun, icra, məhkəmə. Tək məhkəmə hakimiyyəti Azərbaycan Xalq Cümhuriyyətində mövcud olmur. Məhkəmə hakimiyyətində bildiyimiz kimi nəzarət üçün mövcud. Qanun və icra. Azərbaycanda qanun funksiyasını Milli Məclis, icra hakimiyyətini isə Nazirlər Kabineti yerinə yetirir. Misal üçün, bugün ölkədə hər hansı bir islahat həyata keçiriləcəksə, bunu ilk öncə Milli Məclisin və fəaliyyət göstərən komissiyalar müzakirə edir, qərar çıxarılır, qərarı Nazirlər Kabineti həyata keçirir. Misal üçün,
Orduda hər hansı bir islahat həyata keçirilir. Deyək ki, orduda yaş məhdudiyyətinin 18 yaşdan 19 yaşa qaldırılması. Bunu Milli Məclis qanun kimi tək çoxluğuna qaldırır, qanun qəbul olunur, icrası üçün Nazirlər Kabinetinə verilir. Nə üçün? Burada Müdafiə Nazirliyi həmin qərarı icra edərək artıq 18 yaşdan deyil də 20 yaşdan gəncləri hərbi xidmətə cəlb etsin. Və ya Nazirlər Kabineti sosial sahədə hər hansı bir islahat həyata keçirir. Deyək ki, qanunverici hakimiyyət, yəni Milli Məclis və ya Azərbaycan Xalq Cümhuriyyətində olduğu kimi parlament müzakirə edir. Xalq bundan sonra torpaq islahatı həyata keçirmək istəyir və torpağın milliləşdirilməsinin ləğvunun özəlləşdirməklə hər bir əhaliyə məsələn 20 desiyatin torpaq verilir. Bu torpaq payı verilməsi sosial islahat olduğu ilə bərabər parlament tərəfindən qanun kimi verilir. Bundan sonra qanunun icrasını Nazirlər Kabinetinin hər hansı bir orqanı yerinə yetirir. Misal üçün, bu dövrdə bələdiyyələr yerinə yetirir. Misal üçün, bələdiyyə bu qanun layihəsi ona gəlməyincə, ona elə bir əmr, qanun Milli Məclislərinə verilməyincəyinə qədər icra hakimiyyəti onu yerinə yetirə bilməz. Bundan başqa, o dövrdə qatışdırılan əsas islahatlar dediyimiz kimi iqtisadi, siyasi, sosial, mədəni. İqtisadi siyasət dövlət maraqlarını əhatə edir siyasətdə. Misal üçün, ərzaq məhsullarının ixracına qadağa qoyulması, ərzaq ixracına qadağa qoyulması, dövlətin öz daxili siyasətinin, iqtisadi siyasətinin məhsuludur. Yəni, bu, xalqı maraqlandıran məsələ deyil. Xalq ac qalmaq istəməz və ya öz əmək haqqısının yüksək olmağını istəyər. Bu, xalqın istəyidir. Bunun həyata keçirmək üçün gördüyü tədbir, yəni iqtisadi tədbir, dövlətin tədbiridir. Siyasi tədbir isə müharibə, sülh və digər münaqişə tipli məsələləri və ya buraya dövlət quruculuğu tədbirlərini aid etmək olur. Sosial tədbirlərə isə xalqın üçün görülən tədbirlər. Yəni, xalqa hər hansı bir şey verə bilirsə, bu sosial tədbir olur. Yəni, onlara sosial müavinətlərin verilməsi, sosial torpaqların verilməsi, hər hansı sahədə, misal üçün, köməyin edilməsi sosial. Yəni, misal üçün, Azərbaycan Xalq Cümhuriyyəti dövründə də sosial sahədə bir sıra islahatlar həyata keçirilir. Məsələn, aqrar islahatı həyata keçirmək istəyirlər. Yəni, əhaliyə torpaq paylanacaq. Lakin mümkün olmuyor. Və ya əmək haqqlarının artırılması üçün tədbirlər həyata keçirilir. Bundan əlavə, xalqa əlavə müavinətlər verilməyə çalışılır. Bunlar hamısı sosial tədbirdir. Daha sonra mədəni tədbirlər isə bunlar dövlətin mədəniyyət sahəsində gördüyü tədbirlərdir. Yəni, muzeyanın açılmağı, jurnalların çap olunmağı, qəzetlərin çap olunmağı, hər hansı heykəlin ucaldılmağı və s. Bizi mədəni tədbirlərdə sadəcə və sadəcə Bakı Dövlət Universitetinin yaradılması haqqında məlumat var. Qalan bütün mədəni tədbirlər sadəcə sözdədir. Yəni, onlar haqqında hansı dövrdə yaradılıb məlumat yoxdur. Yəni, bu ona görə ki, müəllifləri və müəllimləri narahat edir. Sosial sahədə də gördüyü sadəcə aqrar islahat istəyi sosialdır. Siyasi isə dövlət quruculuğu, müharibə sülh məsələləri və s. Misal üçün, 27 apreldə parlamentdə son çıxış zamanı, 27-də parlamentdə son çıxış zamanı ultimatumun qəbul olunması siyasidir. Və bu heç bir hökumət kabinetinə aid deyil. Birbaşa parlamentə aiddir. İqtisadi siyasətdə də dediyimiz kimi, ölkəyə ixracın qadağa qoyulması bu iqtisadi sahədəki islahat. Ümumi baxdıqda bütün məsələlər bundan ibarət. Ümid edirəm ki, hər bir şey açıqlayıcı oldu. Yəni, bacardığım qədər qısa müddətdə də olsa, mövzunu əhatə eləməyə çalışdım.
E, Dərslərimizi iştirak etmək istəyən hər bir müqavim 055 762 95 44 nömrəsi ilə əlaqə saxlaya bilər. Dinlədiyiniz üçün çox sağ olun.